Epstein sənədlərində əsas axtarılan məqam, pedofiliyada ittiham edilən Amerikalı milyarderin səfər etdiyi ölkələr və əlaqə qurduğu şəxslərdir. Bu detal Epstein adasında istismara məruz qalan azyaşlı qızların hansı ölkələrdən oğurlanması ehtimallarını da yaradır. Qlobal gündəmi zəbt edən Epstein işində Azərbaycan ictimaiyyəti üçün də iki sual aktualdır. Birinci, Epstein Bakıya səfər edibmi? İkinci, Azərbaycanın adı Epstein sənədlərində necə hallanır? A, B, Ş. Ədliyyə Nazirliyi tərəfindən yayımlanan 3 milyondan çox səhifə, 2000 video və 180 min fotodan ibarət sənədlər arasında axtarış aparmaq çətin deyil. Müvafiq linkə daxil olmaqla istənilən ölkənin və şəxsin adını axtarış yerinə yazaraq nəticələri görmək mümkündür. Azərbaycan adının axtarışı zamanı 186 nəticə çıxır, lakin dəqiq nəticə bu rəqəmdən azdır. Çünki bir sıra elektron məktub və materiallar təkrarlanır. Azərbaycanla bağlı materialları iki kateqoriyaya ayırmaq olar: şəxsi yazışmalar və siyasi məlumatlar/hadisələrin analizi. Sənədlərdən görünür ki, Epstein geosiyasi proseslərlə bağlı açıq mənbələrdə yayılan analitik materialları və məlumatları fayl şəklində sistemləşdirərək toplayıb, eləcə də bu materialları müxtəlif ünvanlara göndərib. Bu, Epsteinin təkcə elit təqəbə üçün azyaşlı uşaqların istismar edildiyi əyləncə məclisləri təşkil etmədiyini, eyni zamanda siyasi proseslərlə yaxından maraqlandığını göstərir. Azərbaycanın adı sənədlərdə əsasən bu kimi analitik materiallarda yer alır. Şəxsi yazışmalarda isə Azərbaycanın adı cəmi bir neçə dəfə çəkilir. 2011-ci ilə aid olan məktubda Sultan bin Sulayem Epsteinə Bakının gözəl şəhər olduğundan bəhs edir. Avqust ayında olan yazışmalarda Epstein Bakıya birbaşa uçuşun olub-olmadığını soruşur. Lakin səfərlə bağlı heç bir qeyd yoxdur. 2015-ci ilə aid yazışmada Sultan bin Sulayem Epsteinə Bakının fotolarını göndərib. Parisdən daha gözəl şəhər olduğunu yazıb. Məlum olur ki, Sultan bin Sulayem sentyabrda Bakıda olub. Sultan bin Sulayemin kimliyi məlum deyil. Epstein onun Bakıya səfər təklifi ilə maraqlansa da, yekunda bunu etməyib. 2014-cü ilə aid məktubda Epsteinin qardaşı Mark Konqres üzvlərinin Bakıya səfər proqramından bəhs edir. Səfər proqramında müəyyən problemlərin olduğu görünür. Qardaşı Epsteindən soruşur ki, tanıdıqları varsa, bu səfər proqramına dəstək vermək sərfəli ola bilər. İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barakın həyat yoldaşı Nili Priellə Epsteinin 2016-cı ilə aid yazışmasında Azərbaycanın adı çəkilir. Prielli yazır ki, Ehud səninlə danışmaq istəyir. Nə vaxt və harda? Ehud hazırda Azərbaycandadır. Sənədlərdə Epsteinin Azərbaycana səfər etdiyi, yaxud konkret şəxslərlə birbaşa əlaqəsinin olduğuna dair heç bir məlumat yer almayıb. Siyasi şərhçi Asif Nərimanlı. Şərhçi